Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Deyirlər ki, zəmanə çorlanıb. Əvvəllər ağsaqqal sözü keçərdi, indi isə yox. Zəmanə zat çorlanmayıb. Çorlanan bizim kör zehniyyətimizdir. Bizik çorlanan. Eramızdan əvvəl də günəş belə çıxardı, bu gündə. 10-cu əsrdə də ağacların yarpaqları yamyaşıl idi, indi də. 15-ci əsrdə də çayların suyu bel axardı, indi də. Qədimdə insanın 5 əli 3 ayağı olmayıb ki, indiki insanlar kimi olublar da. Sadəcə olaraq dəyişən zəmanə deyil, dəyişən təfəkkürümüzdür. O zamanlar el ağsaqqalı Dədə Qorqudun bir sözü ilə tökülən qanlar kəsilərdisə, uşaqlara ad qoyardısa, bugünkü Dədə Qorqudumuz 13 yaşlı uşağı dizlərində oturdub cinsi istismar edir. O zamanki Burla xatun düşmən yatağına girməmək üçün övladının ətini yeməyə hazır idisə, bugünkü Burla xatun ərindən gizlin otellərdə, üzr istəyirəm, ərəb qucağındadır. O zamanki Kərbəlayı İsmail öz torpağını bolşeviklərə yedirtmək istəməyib, canından keçərdi. Bugünkü Kərbəlayı İsmail 9 mayda başı üstündən SSR bayrağı asır. Əvvəllər böyük dayağın Rüstəm kişisinin zəhmindən yer yarılardı. O gün özüm rastlaşdım. Bugünün 60 yaşlı Rüstəm kişisi Araz marketdə 18 yaşlı merchandiser qıza deyir ki, aldığım bu arağı tək içə bilməyəcəm, bəlkə yoldaşlıq edəsən mənə. Ötən əsrin 85 yaşlı Molla Əhədi məscidi tərk etmədiyi üçün 37-ci ildə güllələnmişdisə, bugünün 85 yaşlı Molla Əhədi 40 yaşlı ruhi xəstəyə təcavüz edir. Bunları da mı türk serialları edib? Qısacası, hansı şair deyib bilmirəm, amma deyib ki, nə dünya qocalır, nə də zəmanə, zamanın qoynunda qocalan bizik.